Rus dili 365 dərsdən birinci dərsi. Yəni, bu nə deməkdir? Bir ildə 365 gün var və hər gün rus dili ilə bağlı yeni nəsə öyrədəcəm. O demək deyil ki, qrammatikadan ibarət olacaq. Xeyr, hamısı olacaq. Deməli, ona görə də videona abunə ol səhifəyə, videona like et ki, hər zaman qarşına çıxsın. Bugünkü mövzumuz ismin cinsidir və müzakirə edəcəyik kişi cinsini. Əgər isminizin sonu, istifadə etdiyiniz ismin sonu samit hərflə bitirsə, deməli bu isim kişi cinsindədir. Samit hərflə bitirsə, deməli bu isim kişi cinsindədir. Məsəl üçün, qardaş, brat, t hərfi samit hərfdir. Telefon, n hərfi samit hərfdir. Deməli, kişi cinsidir. Stol, l hərfi. Deməli, kişi cinsidir. Stul, yenə l hərfi. Kişi cinsidir. Atets, ç hərfi samit hərfdir. Kişi cinsidir. Və s. və ilaxır. Sonra, isminizin sonu məhk znakla, yumşaldıcı işarə ilə bitirsə, deməli, bu isim kişi cinsindədir. Amma hamısı yox. Qadın cinsi haqqında danışanda bəzi sözlər məhk znakla bitir, amma qadın cinsindədir. Məsəl üçün, hansı sözlərdir? Loşad. Yox, konь. Konь. Məndə duşu şey eləyir. Konь, at deməkdir. Dişi at, kişi cinsindədir. Avtomobil, kişi cinsindədir. Sonra bütün, məsəl üçün, ayların axırı hansı ki, məhk znakla bitir. Məsəl üçün, oktyabr, fevral. Yəni, bunların hamısı kişi cinsindədir. Yadınızda saxlayın. Uchitel, müəllim, kişi cinsindədir. Və kişi cinsində hətta istisna da var. O istisnaya hansı sözlərə aiddir? Cəmi 5 dənə sözdür. Papa, deduşka, baba, dядя, əmi, dayı, yunaşa, gənc oğlan, muşina, kişi. Bu 5 dənə sözdür. Ona görə, məsəl üçün, siz demək istəyəndə ki, mənim atam deməyəcəksiniz maya papa. Və ki, axırı ayla bitir axı. Ona görə elə dedim. Xeyr, papa kişi cinsindədir. Ona görə deyəcəyik moy papa. Və yaxud mənim dayım və yaxud sənin dayın olsun. Dayın əmin. Dядя əmi dayıdır. Sənin tvoy dядя deyəcəyik. Və fərq eləmir o tvoy dediyiniz kişidir yoxsa qadındır. Yəni sən sözü dediyiniz o şey ki, məsəl üçün, bu sənin əmindir və yaxud dayındır. Yəni qadın da olsa siz deyəcəksiniz tvoy dядя, kişi də olsa deyəcəksiniz ki, tvoy dядя. Yəni ki, rus dili üçün ismin hansı cinsdə olduğu önəmlidir. Kimə dediyin, kimdən o, məsəl üçün də, kimə dediyin önəmli deyil. Önəmli olan istifadə etdiyin ismin hansı cinsdə olmağıdır. Bax, bu da önəmli olan. Bunu unutmayın. Tak, deməli, əgər sizdə rus dilinə hər gün bir addım qabaqda olmaq istəyirsinizsə, bir addım yaxın olmaq istəyirsinizsə, hər gününü faydalı keçirmək istəyirsənsə, mütləq səhifəmə abunə ol. Bunu unutmayın. Yəni, hər gündə səhifədə yeni videoları izləyin ki, gününüz boşda getməsin.